Salam, hər birinizi salamlayıram dəyərli abituriyentlər. Bugün Mirzəbəyli Tədris Mərkəzində keçirilmiş blok sınaq imtahanının 10-cu sinif fizika suallarına baxırıq. 31-ci sual. Sürətin zamandan asılılığı Vx 10 + 4t şəklində olan cisim 10 saniyə müddətində orta sürətini hesablayın. Burada orta sürətin düsturundan istifadə etməliyik. Daha doğrusu ilk olaraq başlanğıc və son sürətləri tapmalıyıq. Daha sonra orta sürətin V0 üstə gəlinsin V son bölünsün 2 düsturundan istifadə etməliyik. İlk olaraq bizə verilən V0'ı tapaq. Bilirik ki, sürətin ümumi tənliyi V0 üstə gəlinsin AT şəklindədir. Buradan biz V0'ı tapsaq, tənliyə baxsaq V0 10'a bərabərdir. Daha sonra bizə 10 saniyə müddətindəki orta sürəti dediyi üçün 10-cu saniyədəki son sürətini tapmalıyıq. Yəni, tənlikdə T'nin yerinə 10 qoysaq, 10 üstə gəlinsin 4 vurulsun 10, o da 50 metr bölünsün saniyəyə bərabər olar. Daha sonra orta sürətin düsturundan gətirib yerinə qoyaq. Bu zaman 10 V0'ımız 10, V son yəni sonuncu sürətimiz 50 bölünsün 2. Bu da bizə 30 metr bölünsün saniyəni verər. Yəni cavab C bəndi olar. İkinci suala baxaq. 32-ci sualda deyir ki, sükunət vəziyyətindən düz xətli bərabər təcilli hərəkətə başlayan cisim 1-ci saniyədə 2s məsafə qət edərsə, 5-ci saniyədə nə qədər məsafə qət edər? Burada birinci biz n-ci saniyədəki yol düsturunu bilməliyik. N-ci saniyədəki yol düsturu A bölünsün 2, 2n çıxılsın 1 bu şəkildədir. Burada birinci saniyədə 2s məsafə qət etdiyini dediyinə görə birinci s'in yerinə 2s yazarıq. A-nı bilmirik. A bölünsün 2. 2n çıxılsın 1. N'in yerinə də 1 yazarıq. Çünki bizə birinci saniyədəki yolun 2s olduğunu deyir deyə burada n'in yerinə 1 yazmalıyıq. Çıxılsın 1. Bu şəkildə yazdıqdan sonra biz buradan A-nı tapa bilərik. A nəyə bərabərdir? 2 vurulsun 1 çıxılsın 1. Bu ifadə ilə 1'ə bərabər olduğuna görə bunu heç yoxmuş kimi yaza bilərik. A buradan 4s'ə bərabər olar. Daha sonra bizdən indi soruşur ki, 5-ci saniyədə nə qədər məsafə qət edər? 5-ci saniyədə də biz bu n'in yerinə 5 qoymalıyıq. İndi s 5-ci saniyə bərabərdir. A-nı 4s tapdıq. 4s bölünsün 2. Mötərizədə 2 vurulsun 5 çıxılsın 1. Buradan da 4s bölünsün 2, 2s'ə bərabərdir. 2s vurulsun, 2 vurulsun 5, 10. 10'dan da 1 çıxdıqda 9. O da 18s'ə bərabər olar. Yəni cavab D bəndi. 33-cü suala baxsaq, əvəzləyici qüvvənin sabit qiymətində cismin kütləsini 2 dəfə azaltdıqda onun təcili necə dəyişər deyir. Biz bilirik ki, iki kəmiyyətin asılı olması üçün mütləq düsturda üçüncü kəmiyyət sabit olmalıdır. Yəni bizə əvəzləyici qüvvənin düsturu verilirsə, əgər F bərabərdir MA. M ilə A arasındakı asılılığı tapmaq istəsək, F sabit olmalıdır. F ilə M arasındakı asılılığı tapmaq istəsək, A sabit olmalıdır ki, üç kəmiyyətdən ikisi bir-biri ilə müəyyən asılılıqda olsun. İndi bizdən buradan kütlə ilə təcilin asılılığını soruşur. A bərabərdir, bu düsturdan A-nı tapsam, F bölünsün M olar. İndi baxın, deyir ki, əvəzləyici qüvvə sabitdir. Əvəzləyici qüvvə sabitdirsə, F-i konstant yazmalıyıq yəni. A M-lə necə asıldır? Baxın, M məxrəcdədir, A burada. Deməli, tərs mütənasib asılı olar A M-lə, düzdürmü? Daha sonra, indi deyir ki, cismin kütləsini 2 dəfə azaltdıqda onun təcili necə dəyişər? Təcillə kütlə tərs mütənasib asılıdırsa, biri azalırsa, digəri eyni qədər artmalıdır, düzdürmü? Yəni, kütləni 2 dəfə azaltdıqda təcil də 2 dəfə artar olmalıdır. Düzgün cavab A bəndi. 34-cü suala baxsaq, deyir ki, durğun sudakı sürəti 10 metr bölünsün saniyə olan motorlu qayıq. Durğun sudakı sürət elə həmin qayığın öz sürəti deməkdir. Yəni V qayıq bərabərdir 10 metr bölünsün saniyə. Deyir, çayın axını istiqamətində bərabər sürətlə hərəkət edərək 480 metr məsafəni 40 saniyəyə gedir.
480 metr, S bərabərdir 480 metr, T də bərabərdir 40 saniyə. Və üstəlik çayın axını istiqamətində hərəkət edir. Qayıq çayın axının əksi istiqamətində həmin məsafəni nə qədər vaxtda gedər deyir. Biz birinci buradan sürəti tapa bilərik, düzdürmü? Sürətin düsturu nə idi? S bölünsün T, bərabər sürətlə hərəkətdə. Bizə də deyir ki, qayıq bərabər sürətlə gedir də. S-in yerinə 480 yazsaq, T-nin yerinə 40 yazsaq, bu bizə verər 12 metr bölünsün saniyəni. İndi V 12 metr bölünsün saniyədir. Biz də bilirik ki, çayın axını istiqamətidirsə, sürət necə olur? V bərabərdir V qayıq üstə gəlsin V axın. Qayığın sürəti bilirik ki 10 idi. Bizə də son sürəti 12 tapdığımıza görə 12 bərabərdir. Qayığın sürəti 10, axının sürətini tapa bilərik. Çayın axının sürətini. Çayın axının sürəti nə qədərdir onda? 12 çıxılsın 10, 2 metr bölünsün saniyəyə bərabər olar. Düzdürmü? İndi bizdən soruşur ki, həmin qayıq çay axınının əksi istiqamətində həmin məsafəni nə qədər vaxta gedər? Birinci çayın axınının əksinə hərəkət elədikdə sürəti tapsaq V nəyə bərabər olur? Qayığın öz sürəti çıxılsın axının sürəti. Bərabərdir 8-ə. Məsafə də 480 metrdir. Deyir ki, həmin məsafəni nə qədər vaxta gedir? Onda burada T-ni tapsaq, S bölünsün V-dən 480 bölünsün 8, o da 60 saniyəni taparıq. Onda doğru cavab olur Y bəndi. 35-ci suala baxsaq, 1, 2 və 3 cisimləri yer ətrafında dairəvi orbitlər üzrə hərəkət edir. Bu cisimlərə yer tərəfindən təsir edən ağırlıq qüvvələri arasındakı hansı münasibət doğrudur? Biz bilirik ki, ümumdünya cazibə qanununa görə F bərabərdir. Ümumiyyətlə ağırlıq qüvvəsinin düsturunu yazsaq, çünki bizdə buradan söhbət gedən qüvvə ağırlıq qüvvəsidir. Ağırlıq qüvvəsi mg-yə bərabərdir, düzdürmü? Və ümumdünya cazibə qanununda biz J-nin düsturunu almışdıq. Nəyə bərabər idi J-nin böyük J ilə olan düsturu? J vurulsun, M bölünsün R kvadratına. Düzdürmü? Və yaxud müəyyən bir hündürlükdən söhbət gedirsə, bu R kvadratı yox, R, yəni yerin öz radiusu üstə gəlinsin H-ın kvadratı şəklində olurdu, düzdürmü? Bu düstur hamının yadındadır yəqin ki. İndi biz J-nin bu düsturunu gətirib burada yerinə yazsaq, nə olar? F bərabərdir, M vurulsun, J vurulsun, M bölünsün R plus H-ın kvadratı, düzdürmü? Bu R yerin öz radiusudur, bu H həmin yerdən olan hündürlükdür. M isə planetin öz kütləsidir. İndi baxaq. Deməli, burada hündürlükdən asılı olaraq ağırlıq qüvvəsinin qiyməti dəyişə bilər. İndi baxaq, 2 və 3 görürsünüz, eyni orbit üzrə hərəkət edir. Eyni orbit üzrə hərəkət edirsə, onda eyni orbit üzrə hündürlüklər eyni olduğuna görə 2 və 3-dəki ağırlıq qüvvələri bir-birinə bərabər olar demək. 2 bərabərdir 3-ə. Düzdürmü? Deməli, variantlardan silsək, birinci variant gedir, C variantı gedir, 2 və 3 bərabər olan variantlar qalır. Sonra baxaq. 1 isə yer buradadır. 1 görürsünüz yerdən nə qədər uzaqdadır? 2, 2-dən daha uzaqdadır yerə 1. Deməli, 1-dəki ağırlıq qüvvəsi, baxın, ağırlıq qüvvəsi hündürlüklə tərs mütənasib asılıdır. Deməli, 1-dəki ağırlıq qüvvəsi 2 və 3-dəki ağırlıq qüvvəsindən daha kiçik olar, düzdürmü? F2 bərabərdir F3-ə, o da böyükdür F1-dən. Bu variant hardadır? D bəndində. Daha sonra 36-cı suala baxsaq, deyir ki, çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin sürəti V və təcili A, K nöqtəsində hansı istiqamətə yönələr? Baxın, dairənin üstündəki ox dairənin fırlanma istiqamətini, çevrənin fırlanma istiqamətini göstərir. Yəni, bu çevrə saat əqrəbinin əksi istiqamətində fırlanır, düzdürmü? İndi baxaq. Sürət bilirik ki, çevrəyə toxunan istiqamətdə yönəlməlidir. Yəni, ya 1 olar sürətin istiqaməti, ya 2 olar. Təcil isə mərkəzə qaçma təcili olduğu üçün çevrənin mərkəzinə doğru yönələr. İndi baxın, A-nın yönələ biləcəyi tək istiqamət var, o da 3-dür. Yəni, B bəndi gedir, C bəndi gedir, Y bəndi gedir. Bizə qalır ya A bəndi, ya da D bəndi. İndi gəlin baxaq.
Çevrə hansı istiqamətə fırlanır? Bu istiqamətə. Çevrənin fırlanma istiqamətində çevrəyə toxunan istiqamətdə yönəlməlidir sürət, düzdürmü? Yəni çevrəyə toxunan ya 1-dir ya 2-dir. Çevrə də bu istiqamətə fırlandığına görə saat əqrəbinin əksinə. Sürətin istiqaməti 2 istiqamətində olmalıdır. Çünki baxın belə gələr fırlanarda, düzdürmü? Ona görə 2 və 3 D bəndi. 37. X oxu istiqamətində düz xətli bərabər sürətli hərəkət edən cismin koordinatının zamandan asılıq tənliyi hansıdır? X oxu istiqamətində hərəkət deyirsə, deməli sürət müsbət olmalıdır mütləq. Sürətin mənfi olması X oxunun əksinə hərəkət deməkdir. İndi baxaq. X oxu bərabər sürətli hərəkətdən söhbət gedirsə, burada nə ola bilməz? Təcil ola bilməz yəni, düzdürmü? Təcil ola bilməzsə, gəlin birinci bərabər sürətli hərəkətdə koordinatın ümumi tənliyini yazaq. Koordinatın ümumi tənliyi nə idi? X bərabərdir x0 üstə gəlsin VT. Düzdürmü? İndi baxaq. Y bəndi gedir, görürük ki. Çünki 5T kvadrat. T kvadratı varsa bu 5A-nı göstərir. Və bərabər sürətli hərəkətdə sürət dəyişmədiyinə görə təcil ola bilərmi? Ola bilməz. Çünki təcil sürətin dəyişmə yeniliyini xarakterizə edən kəmiyyətdir. Sürət dəyişmirsə, necə təcil olsun? Ola bilməz. D bəndi də gedir, çünki burada da mənfi T kvadratı var, burada da təcil var. Ancaq bərabər sürətli hərəkət dediyinə görə bizə təcil olan variantları silmək düz gəlir. Sonra, baxın, A bəndində mənfi 5. Bu 5 nəyə göstərir? Gəlin koordinatın ümumi tənliyinə baxaq. Baxın, bu 20 x0-ı göstərir. Mənfi 5-də VT-ni göstərir. Görürsünüz, burada mənfi 5 olduğuna görə sürət mənfidir. Dedik ki, X oxu istiqaməti hərəkətdirsə, sürət müsbət olmalıdır. Ona görə A variantı da gedir. Daha sonra C variantına baxın. Mənfi 2 koordinatın tənliyini göstərir. Koordinat mənfi ola bilər. Ancaq dedik ki, sürət mənfi ola bilməz. Sürət mənfidirsə, X oxunun əksinə hərəkətdir. Onda C bəndi də gedir. Bizə bir dənə qalır B bəndi. 38-ci sual. Saatın saat əqrəbi 24 saat ərzində neçə dövr edər? Saatın saat əqrəbinin periodu nə qədərdir? 12 saat, düzdürmü? Saat əqrəbi 12 saata bir tam dövr edir, düzdürmü? Saatı gözünüzün qabağına gətirin. Saat 12-yə kimi var da, 13 saat 13 var, yəni biz deyirik, elektron saatda 13 deyirik. Amma orada 13 yoxdur da, 12-yə gəlir, sonra təzədən 1-dən başlayır da getməyə. Deməli ki, 12 saata saatın saat əqrəbi bir tam dövr eləyər. Yəni yer dəyişməsi 0 olar. Birinci 12-dən başlayıb təzədən 12-yə gələr də bir tam dövr eləmiş olar. İndi deyir ki 24 saat ərzində neçə dövr eləyər? Dövrlərin sayı nə idi? T bölünsün period, düzdürmü? İndi bizə T-ni 24 saat verib, period da 12 saatdır, bərabərdir 2. Yəni düzgün cavab D bəndi olur. 39-cu sualda deyir ki, 4 kiloqram kütləli cisim 6 Newton qüvvənin təsiri ilə üfüqi istiqamətdə dartılır. Cisim sükunətdə olarsa ona təsir edən sükunət sürtünmə qüvvəsinin qiymətini hesablayın. Burada müəyyən bir cisimdən söhbət gedir. Cismin üstündə dartı qüvvəsi 6 Newtona bərabərdir və cismə təsir edən müəyyən sükunət sürtünmə qüvvəsi var. Fs yəni. Biz demişik ki, sürtünmə qüvvəsinin 3 növü var. Sürüşmə sürtünmə qüvvəsi, sükunət sürtünmə qüvvəsi və diyirlənmə sürtünmə qüvvəsi. Düzdürmü? Əgər cisim ona müəyyən dartı qüvvəsi təsir etsə belə, ümumiyyətlə sükunətdə qalırsa, bu cismə təsir edən sürtünmə qüvvəsi sükunət sürtünmə qüvvəsidir. Bizə dedik ki, cisim sükunətdədir. Yəni bu cismə təsir edən sürtünmə qüvvəsi sükunət sürtünmə qüvvəsidir. Əgər müəyyən bir hərəkətdə olsa, onda ona təsir edən sürtünmə qüvvəsi sürüşmə sürtünmə qüvvəsi və yaxud diyirlənmə sürtünmə qüvvəsi olardı. İndi biz demişik ki, sistem üzərindəki əvəzləyici 0 olduqda cisim sükunətdə və ya düz xəttə bərabər sürətli hərəkət halında olar, düzdürmü? Deməli, bu cismə təsir edən qüvvələrin əvəzləyici 0-a bərabər olmalıdır ki, bu cisim sükunətdə qalsın da. Baxın, hərəkət istiqamətində bu cismə hansı qüvvələr təsir edib? Dartı qüvvəsi və sürtünmə qüvvəsi, düzdürmü? Və deyək ki, cisim sükunətdədir. Bu qüvvələr də əks istiqamətlərdə hərəkət edib. Əks istiqamətlərdə hərəkət edən qüvvələrin əvəzləyicisi necə tapılırdı? F dartı çıxılsın F sürtünmə bərabərdir F əvəzləyici. Düzdürmü?
Onda deyir, cisim sükunətdədirsə də bu şərt ödənməlidir mütləq. Yəni cismə təsir edən qüvvələrin əvəzləyicisi sıfıra bərabər olmalıdır. Deməli, F dartının qiymətini bilirik. Yəni, F əvəzləyici də sıfıra bərabər olmalıdır ki, cisim sükunətdə qalsın. F dartının yerinə 6 qoysaq, F sürtünmə bilmirik, əvəzləyici də 0 olsa. F sürtünmə ilə nəyə bərabər olur? 6 Newtona. Deməli, cisim sükunətdə olduqda ona təsir edən dartı qüvvəsi elə sükunət sürtünmə qüvvəsinə bərabər olmalıdır. Buradan da cavab çıxır. Bu ümumilikdə bir qayda idi. Əslində kitabda da bu şəkildə yazılmışdı ki, cismə təsir edən dartı qüvvəsi ilə sükunət sürtünmə qüvvəsinə bərabərdir. Əgər cisim müəyyən bir hərəkətə başlayırsa, artıq sürüşmə sürtünmə qüvvəsinə keçdiyinə görə mu mj düsturu ilə sürüşmə sürtünmə qüvvəsini tapırdıq. Daha doğrusu mu mj kosinüs alfa ilə tapırdıq. O kosinüs alfa da elə f-dən çıxdığına görə onu o şəkildə demədim. Əslində düstur mu mj'dir, f kosinüs alfa f-in proyeksiyasını tapanda o şəkildə yazılır. 40-cı sualda deyir ki, 30 Newton qüvvənin momenti 15 Newton vurulsun metr olarsa, bu qüvvənin qolunu hesablayın. Burada verilənləri yazaq. Çünki bəziləri 30-u 15-ə bölüb 2 cm yazıb. Əvəzləyici qüvvə, daha doğrusu qüvvə 30 Newtona bərabərdir. Moment isə 15 Newton vurulsun metrə bərabərdir. Moment nəyə bərabər idi? Qüvvə və onun qolunun hasilinə. Düzdürmü? Qüvvənin momenti qüvvə və onun qolunun hasilinə bərabər idi. Mənə də qüvvənin özünü verib, momenti verib, qüvvənin qolunu soruşur. Buradan D-ni tapsam, M bölünsün F. Yəni 15 Newton vurulsun metr bölünsün 30. 15 bölünsün 30. Oradan da çıxmalıdır ki 0,5 metr. Çünki momenti Newton vurulsun metrlə verib. Amma mənə cavablar santimetrləndir. 0,5 metr də 50 santimetrə bərabərdir. Yəni cavab Y bəndə olur. Daha sonra gravitasiya sabitinin BC-də vahidi hansıdır? Əgər bunu əzbər şəkildə yadınızda saxlaya bilmirsinizsə, düsturdan çıxartmaq mümkündür. Düstur nətə idi? Gravitasiyanın, daha doğrusu ümumdünya cazibə qanunu. R vurulsun, M1 vurulsun, M2 bölünsün L kvadratı. Düzdürmü? R-ni çıxartsaq, R bərabərdir, F vurulsun R kvadratı bölünsün M1 vurulsun M2. Düzdürmü? İndi hamısının vahidini yanına yazsaq. F'in vahidi nədir? Newton. R kvadratın vahidi nədir? Metrin kvadratı. R metrdir, radiusdur da. R'in kvadratı da metrin kvadratı. Daha sonra M1 kilogram, M2 kilogram. Kilogram vurulsun kilogram da bizə kilogram kvadratını verir. Onda buradan elə gravitasiya sabitində vahidi çıxmış olur D bəndi. Daha sonra 42-ci sual, M bölünsün D ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur? Buradan hamı bilir ki, M bərabərdir F vurulsun D. F-də tapanda M bölünsün D. Eyni şəkildə, bu da F-də bizə qüvvəni verir, B bəndi. Maddi nöqtə düz xəttə bərabər sürətlə hərəkət edərək 2 saniyə ərzində bir nöqtəsindən 2 nöqtəsinə gəlir. Bir nöqtəsindən 2 nöqtəsinə gəlir. Maddi nöqtənin sürətinin Y oxu üzrə. Baxın, burada diqqət eləməlisiniz. Y oxu üzrə proyeksiyasının zamandan asılılıq qrafiki hansıdır? Burada sizə 2 dənə koordinat verib. Biri X koordinatı verib, biri Y koordinatı verib. Siz buradakı hərəkətlərə ayrı-ayrılıqda baxmalısınız. Baxın indi. Deyir, sizdən istədiyi maddi nöqtənin sürətinin Y oxu üzrə proyeksiyasıdır. X oxu üzrə cisim müəyyən bir hərəkət edib, düzdürmü? Əvvəl 10-cu koordinatda idi, 10-cu koordinatdan 5-ci koordinatda gəldi. Amma Y koordinatına baxsaq, Y koordinatında bu cisim hərəkət eləməyib. Əvvəl 5-ci koordinatda idi, baxın. 2-yə gəlib, o ancaq X-dəki koordinatını dəyişib. Y-dəki koordinatını dəyişməyib ki, əvvəl də 5 idi, indi də 5 idi. Deməli, bu cismin Y koordinatı üzrə hərəkət etmədiyi məlumdursa, hərəkət yoxdursa, sürət ola bilərmi? Hərəkət yoxdursa, sürət necə olsun? Sən hərəkət eləmirsən, sürətin də yoxdur. Sürətin yoxdursa, hərəkət eləmirsən. Ona görə burada cavab A variantı olmalıdır.
Əgər x oxu üzrə proyeksiyası desəydi, onda müəyyən bir zaman verərdi. Baxın, burada verib onsuz da zaman sizi çaşdırmağa görə. T-ni 2 saniyə verib. Onda sürətin koordinatla düsturundan istifadə edərdiniz. X çıxılsın x0 bölünsün t. Bunun yerinə y də ola bilər. Sadəcə y oxu üzrə hərəkət yoxdur. Axı 5 çıxılsın 5. Əvvəlki koordinat da 5-dir y oxunda, sonraki koordinat da 5-dir. Y 0-a bərabər olur. Y oxu üzrə. Amma sizdən x oxu üzrə də soruşa bilərdi. Onda sonuncu koordinatı 5-dir. Baxın, sonuncu koordinatı ikinci koordinatdır. 5 çıxılsın 10 bölünsün. Zamanı 2 saniyə verib. Onda mənfi 5 bölünsün 2, mənfi 2,5 olardı sürəti. Yəni, əgər modulu soruşsa C bəndi olardı, özünü soruşsa Y bəndi olardı. Amma sizdən Y oxu üzrə soruşur və Y oxu üzrə də hərəkət eləməyib bu cisim. Ona görə A bəndi olur. 44. Hansı cihazdan istifadə edərək rezin çubuğun sərtliyini müəyyən etmək olar? Sərtlik nə idi? K. F bərabərdir Kx. Düzdürmü? Buradan K-nı tapsaq F bölünsün X. Siz K-nı təyin etmək üçün bir qüvvəni bilməlisiniz. Düzdürmü? Və uzanmanı bilməlisiniz. Qüvvə dinamometrlə ölçülür. Dinamometrlə. Uzanma da xəttkeşlə ölçülür. Yəni 1, 3. B bəndi. 45-ci sualda deyir ki, çəkisiz link tarazlıqdadır. F1 qüvvəsinin qolunu hesablayın. Sizə nə verib? F2 qüvvəsini verib, F1-i verməyib, F1-i tapmalısınız birinci və reaksiya qüvvəsini verib. Səthin reaksiya qüvvəsi, daha doğrusu, sistemin tarazlıqda olması üçün ona təsir edən qüvvələrin əvəzləyicisi 0-a bərabər olmalıdır. Yəni, yuxarı təsir edən qüvvələr aşağı təsir edən qüvvələrə bərabər olmalıdır. Yuxarı təsir edən qüvvələr bir dənə n-dir. Aşağı təsir edənlər də F1 və F2-dir. Ona görə F1 üstə yenisini F2 yazırıq. İndi baxın, yuxarı təsir edən reaksiya qüvvəsi 120 Newton, F1 bilmirik, F2 də 30 Newton. Buradan F1-i tapsaq 90 Newtonu verər. Artıq F1-in bilirsiniz ki 90 Newtondur, F2 də 30 Newtondur. Buradan qolu rahatlıqla tapa bilərsiniz. Momentlər qaydasına görə F1 vurulsun L1, yəni birinci qüvvənin özü vurulsun qüvvənin qolu, bura D1 də yaza bilərsiniz, fərqi yoxdur. Bərabərdir F2 vurulsun L2-yə, yəni ikinci qüvvə və vurulsun qolu. F1 90 Newton tapdıq, L1 bu sual işarəsidir, bilmirik nə qədərdir. F2 30 Newton idi, L2 də 60 cm-dir. L1-i santimetrindən tapa bilərik. Cavabları santimetrdən deyə artıq bu santimetri metrə çevirmədim. L1 onda buradan bərabərdir. 30 vurulsun 60 bölünsün 90. Bunlar da gedər 180 bölünsün 9 bərabərdir 20 santimetri verər. Əgər metrdən soruşsaydı bu 60-ı metrə çevirəcəkdim. O da olacaqdı 0,6 metr. Ayın səthində sükunətdə olan 100 kg kütləli cismin çəkisini hesablayın. Çəkinin düsturu nəyə bərabər idi? P bərabərdir mg. Düzdürmü? Yerin səthində J 10 idi. Onda yerinə 10 qoyduq. Amma burada ayın səthində soruşduğuna görə aydakı intensivliyin, qravitasiya sahəsinin intensivliyin qiymətindən istifadə edərik. Cismin kütləsi 100 kg-dır. Yəni M 100 kg-dır. J də 1,6 verib. Vurulsun 1,6 bərabərdir 160 Newtonu verər. Bucaq sürətinin vahidi hansıdır? Bucaq sürəti omega. Fi bölünsün T idi. Fi'nin vahidi radyan bölünsün saniyə. T'nin vahidi Y bəndi. 48-ci sualda deyir ki, şaqlı yuxarı atılmış cismin başlanğıc sürəti 5 dəfə artarsa uçuş müddəti necə dəyişir? Şaqlı yuxarı atılmış cisim. Təsəvvür edin ki, bir dənə topdur, onu yuxarı doğru atırsınız. Müəyyən bir sürətlə. Sürət də V0-dır. Top bura kimi gəlir. Burada sürəti 0 olur. Çünki əvvəl Y oxunun əksinə hərəkət edirdi. Daha doğrusu əvvəl Y oxu istiqamətində hərəkət edirdi. Sonra aşağı düşməlidir axı. Əks istiqamətdə hərəkət etməlidir. Deməli, yuxarı kimi sürəti azala gəlir. Burada 0 olur ki, əks istiqamətdə qayıda bilsin. Deyir ki, başlanğıc sürətini 5 dəfə artırsaq, uçuş müddəti necə dəyişir? Uçuş müddətinin düsturu nə idi? T qalxma bərabərdir T düşmə. T qalxma T düşməyə bərabər oldu. Yəni, bura kimi qalxdığı müddət düşdüyü müddətə bərabər olmalıdır.
Uçuş müddəti də 2t qalxma və ya 2t düşməyə bərabər idi. Bunlar da ayrılıqda düsturu V0 bölünsün J idi da. İndi buradan da onda uçuş müddətinin düsturunu tapsaq 2V0 bölünsün J'yə bərabər olur. İndi baxın. Deyir ki, şarjı yuxarı atılmış cismin başlanğıc sürətini 5 dəfə artırsaq, yəni V0 5 dəfə artırsaq, uçuş müddəti necə dəyişər? Uçuş müddəti də V0 ilə düz mütənasib asılı olduğuna görə o da 5 dəfə artır. 49-cu sualda deyir ki, hansı halda avtobusla bağlı hesablama sistemini inersial hesab etmək olar? A bəndi, avtobus düz bucaq altında yerləşən küçəyə bərabər sürətlə dönür. B bəndi üfüqi yolda yeyinləşən hərəkət edir. C bəndi üfüqi yolda yavaşlayan hərəkət edir. D bəndi yeyinləşən hərəkət edir. Y bəndi üfüqi yolda düz xəttli bərabər sürətlə hərəkət edir. Burada biz bu tip suallarda inersial hesab etmək olar tipli suallarda düz xəttli bərabər sürətli hərəkət götürməyik. Baxın, burada bərabər sürətli deyir, amma dönür deyir. Dönürsə bu düz xəttli hərəkət eləmir. Müəyyən bir bucaq altında hərəkət edir deyək. Bucaq altında da yox da. Yəni bunun trayektoriyası düz xətt deyil də, əyri xəttdir. Amma düz xəttli hərəkət etməlidir. B bəndində yeyinləşən hərəkət edir. Bu bərabər sürətli hərəkət deyil. C bəndi yavaşlayan hərəkət də bərabər sürətli deyil. D yeyinləşən düz xəttli bərabər sürətli dedik. Ona görə düzgün gələn variant Y bəndi olur. Bir tam dövrə sərf olunan zaman necə adlanır? Bu qaydadır. D period. 51-ci suala baxsaq, cismin tormoz yolu və tormoz müddəti arasında Eyler-Venn diaqramına baxmalıyıq. Birinci bizə rahat olsun deyə tormoz yolu və tormoz müddətinin ikisinin də düsturlarını yazaq. Tormoz müddətinin düsturu T tormoz bərabərdir V0 bölünsün A. Düzdürmü? Bunu həm məxrəcini, həm sürətini M-ə vursaq, yəni kütləyə vursaq, MV mənə impuls verir. P0 bölünsün F şəklində yaza bilərik. Tormoz yolu və tormoz müddəti sürtünmə qüvvəsinin təsiri altında hərəkətdədir. Ona görə mən MA-nı F əvəzləyici kimi yox, F sürtünmə kimi yazdım. Çünki burada söz gedən qüvvə sürtünmə qüvvəsidir. Daha sonra bunu P0 bölünsün μmj şəklində də aça bilərəm. Və də sürtünmə qüvvəsinin təsiri altında hərəkətdə təcilin ifadəsi A bərabərdir, μj-yə bərabərdir. Düzdürmü? A μj-ni verməlidir mənə. İndi burada V0 bölünsün A-nın yerinə μj də yaza bilərəm. Heç bu ifadələr əslində ehtiyac yox idi. Onları yazmasaq da olar. S tormoz yolunun da düsturu bilirəm ki, V0 kvadratı bölünsün 2A-dır. Əslində sürtünmə qüvvəsinin təsiri altında hərəkətdə A bilirəm ki, μj-yə bərabərdir. Ona görə düsturu V0 kvadratı bölünsün 2 μj şəklində yaza bilərəm. İndi bax. 51-də deyir ki, tormoz yolu, tormoz müddəti. Birinci ifadə BSD vahidi saniyədir. Yəni ki, yolun vahidi saniyə olmaz. Yolun vahidi həmişə metrdir. Metr. BSD vahidi saniyədir, tormoz müddətinə aiddir. Cismin kütləsindən asılı deyil. Baxın, burada siz deyirsiniz ki, ay müəllim, burada qüvvə var, onda niyə kütlədən asılı deyil olur? Çünki burada impulsda da kütlə var, qüvvədə də kütlə var da. Axı bilirik, kəsrin sürətində və məxrəcində olanda ixtisar gedir də, bölmə kimi olur. Təsəvvürən M-i M-ə bölürsünüz, 1-ə bərabər olar da. Onda deməli kütləsindən asılı deyil, hər ikisinə aiddir. Həm ST-yə, həm də tormoz yoluna. Cismin sürəti ilə düz mütənasib asılıdır. Tormoz yolu sürətlə kvadratik asılıdır, tormoz müddəti düz mütənasib asılıdır. Baxın, düsturlardan. Onda düz mütənasib asılıdır, 3-ə gedir. Daha doğrusu tormoz müddətinə gedir. Sürtünmə əmsalı ilə tərs mütənasib asılıdır. Baxın, V0 kvadratı 2 μj, V0 bölünsün μj. V0 bölünsün μj. Hər ikisinin məxrəcindədir μ. Ona görə tərs mütənasib asılıdır, hər ikisinə aid olur. Cismin sürətinin kvadratı ilə düz mütənasib asılıdır. Bu da tormoz yoluna aiddir. Düsturlarına məlum olduğu kimi V0 kvadratı bölünsün 2 μj. Variant da D variantı olur. Daha sonra 52-ci sual. İki maddi nöqtə arasındakı məsafəni 4 dəfə, hər birinin kütləsini 2 dəfə artırdıqda onlar arasındakı qravitasiya qüvvəsinin qiyməti necə dəyişər? Baxaq. Birinci qravitasiya qüvvəsinin düsturunu yazaq. F bərabərdir J vurulsun
M1 vurulsun M2 bölünsün R kvadratı. Düzdürmü? İndi baxaq. Deyir ki, iki maddi nöqtə arasındakı məsafənin, yəni bu R-i 4 dəfə artırsaq. R-i 4 dəfə artırsaq, kvadrat olduğuna görə məxrəcdə 16 R kvadratı olar sonradan. Düzdürmü? R kvadratı 16 R kvadratına çevrilər. Bunu artıq bir də yazmıram. Sadəcə burada işarə edirəm, göstərirəm. Yəni bu vurulsun demək deyil. R kvadratı 16 R kvadratına çevrilib 4 dəfə artıb. Hər birinin kütləsini də 2 dəfə artırdıqda, yəni M-i də 2M, M2-ni də 2M yazsaq. Onda kəsrin sürəti 4M kvadratı olur. Kəsrin məxrəci 16 R kvadratı olur. Onda əvvəl hər ikisi 1 idi, sonra 16-da 4 olur. 4 ilə 16 ixtisar getsə 4-də 1 qalır, yəni 4 dəfə azalar olmalıdır. Cavab B bəndi. Bunu belə riyazi yolla da həll edə bilərsiniz, amma daha rahat olsun deyə və qarışdıra bilərsiniz deyə fizikadakı kimi verilir nə yazmaq daha yaxşı olar. İki maddi nöqtə arasındakı məsafəni 4 dəfə artırsaq, yəni R2 bərabərdir 4R1-ə və kütləsini də 2 dəfə artırsaq, yəni M2 də bərabərdir 2M1-ə. Bu M1 şəklində, M2 M1 şəklində yazsaq biraz nətər olar? Yəni belə yazaq, belə yazmayaq, gözlüyün. Gəlin ikinci kütləni M' şəklində yazaq. M', daha doğrusu M1' bərabərdir 2M1-ə. M2' bərabərdir 2M2-yə. Bunu niyə ştrixlə yazdım? Yəni bu M1-in, axı burada bilirik, düsturda 2 dənə kütlə var da, F bərabərdir J vurulsun M1 vurulsun M2 bölünsün R kvadratı. 2 dənə M var axı burada, ona görə qarışdıra bilərik deyə o şəkildə yazmadım, yoxsa o da yanlış deyildi. Bu M1' M1-in artandan sonraki qiymətdir, M2' M2-nin artandan sonraki qiymətdir. İndi gəlin, gələk burada F-in yerinə yazaq, düsturda hər birinin yerinə yazaq. J onsuz olduğu kimi qalır, çünki o universal bir sabitdir. M1-in yerinə 2M1 yazırıq, M2-in yerinə 2M2 yazırıq. R kvadratının yerinə də 4R1 artır nə olur? 16R olur. 16 R kvadratı olur. Düzdürmü? İndi gəlin baxaq. Burada yuxarıda 4 alınır, məxrəcdə 16. Onlar ixtisar gedir, 4-də 1 qalır, 4-də 1 J vurulsun. M1 vurulsun M2 bölünsün R kvadratı. Onda bax, əvvəl ifadə J M1 vurulsun M2 bölünsün R kvadratı idi. İndi 4-də 1 J M1 vurulsun M2 bölünsün R kvadratı. Yəni 4-də 1-ə vurmaq 4 dəfə azaltmaq deməkdir. Burada düzgün cavab B bəndi olar. Ardıcıllıqla istifadə edərək mətni tamamlayın. Baxın, açar sözlər, baxın indi. Yerin cazibəsi nəticəsində cismin dayağa və ya askıya göstərdiyi təsir qüvvəsidir. Dayağa və ya askıya görən kimi mənim ağlıma elə çəkinin ifadəsi gəlir 2. Çünki ağırlıq qüvvəsi cismin özünə təsir edən qüvvədir. Lakin cismin özünün etdiyi təsir qüvvəsi dayağa və ya askıya etdiyi təsir qüvvəsi çəkilir. Tamamilə fərqli kəmiyyətlərdir. Bu da çəki və ağırlıq qüvvəsi. Ağırlıq qüvvəsi cismə tətbiq olunur, bayaq mən dediyim kimi. Çəki isə cismin özünün etdiyi tətbiqdir. Yəni cismin dayağa və ya askıya 4-cü tətbiq etdiyi qüvvədir. Bu da bu şəkildə. Daha sonra 54. Ayın səthində 6 metr bölünsün saniyə sürəti ilə şaquli yuxarı atılmış cismin 3-cü saniyənin sonundakı sürətini hesablayın. Təsəvvür edin, bir dənə top atırsınız, heç aya getməyək, yerdə bir dənə top atırsınız yuxarı, V0 sürəti ilə. Bilirik ki, artıq gəlib maksimal hündürlüyə çatanda bunun sürəti 0-a bərabər olmalıdır, düzdür? Çünki əvvəl Y ox istiqamətində hərəkət edirdi. İndi artıq yuxarıda qalmayacaq ki, bu yuxarı gedə-gedə durmayasıdır ki, yerə də düşməlidir bu yazıq top. Yuxarı qalxır, sonra burada sürətiniz 0 olur, daha sonra aşağı doğru hərəkət edir. Deməli, yuxarı çıxanda əvvəl məsəl üçün sürəti 5 metr bölünsün saniyə ilə atırsan, yuxarı 0-a kimi azalmalıdır da. Deməli, bu cisim yavaşlayan hərəkət eləməlidir yuxarı doğru hərəkətdə, düzdürmü?
Çünki təcili də aşağıda axı. Aşağı doğru bunu dartan müəyyən bir ağırlıq qüvvəsi var axı. Onda sürətin bərabər yavaşlayan hərəkətdəki düsturu necə idi? V bərabərdir V0 çıxılsın AT idi. İndi bizdə sözü gedən təcil, sərbəst düşmə təcili olduğuna görə A-nın yerini R yazmalıyıq, RT yazmalıyıq. Yavaşlayan hərəkətin düsturunu bu şəkildə yazırıq. İndi məndən 3-cü saniyənin sonundakı sürətini soruşur. V bərabərdir. V0 nədir? 6 metr bölünsün saniyənin atmışam yerdən, daha doğrusu aydan. Çıxılsın. Aydakı qravitasiya sahəsinin intensivliyi 1,6 verib. Və 3-cü saniyənin sonundakı sürətini soruşduğuna görə T-nin yerinə də 3 yazıram. O da 6 çıxılsın 4,8. O da mənə verər 1,2 metr bölünsün saniyəni. Cavab 1,2 metr bölünsün saniyə. Daha sonra əyrilik radiusu 50 metr olan döngədən bərabər sürətlə keçən avtomobilin mərkəzə qaçma təcili 2 metr bölünsün saniyə kvadratdır. Bu avtomobilin xətti sürətini hesablayır. Əyrilik radiusu R bərabərdir 50 metr. Deyir, bərabər sürətlə keçən avtomobilin mərkəzə qaçma təcili A bərabərdir 2 metr bölünsün saniyə kvadrat. Bu avtomobilin xətti sürətini hesablayın, yəni V-ni hesablayın. Mən bunu görən kimi elə yadıma birinci düşür A-nın bizim bərabər təcili, daha doğrusu çevre üzrə hərəkətdə öyrəndiyimiz ilk düsturu V kvadratı bölünsün R. Yəni məlumdur ki, ancaq sizə A, V, R kəmiyyətlər verib. O bir dənə düsturumuz da budur da, yəni o. Orada çətin bir şey yoxdur. İndi xətti sürəti buradan tapsaq, yəni V-ni tapsaq, kök altında A vurulsun R-ə bərabər olmalıdır. Buradan da sənə A-nı verib 2, R verib 50 metr, çıxır 10 metr bölünsün saniyə. Daha sonra digər bir sual nə verib? 56-cı sual. Müəyyən hündürlükdən şaqulə aşağı atılan cismin başlanğıc sürətinin qiyməti artırılır. Aşağıdakı ifadələrdən hansı doğrudur? Burada çox uşaq bunu başlanğıc sürəti artırılırsa cismin uçuş müddəti də artır götürüb. Məncə onu V0 bölünsün R düsturuna əsasən götürmüsünüz. Amma qaçırdığınız bir nüans var. Bu cisim yuxarıdan atılıb, aşağıdan yuxarı atılmayıb ki, siz onun uçuş müddətini V0 bölünsün R yazsınız. Yuxarıdan aşağı doğru atılıb. Yuxarıdan atılıbsa, onsuz da bu cisim yeyinləşən hərəkət edib aşağı doğru. Müəyyən hündürlükdən şaqulə aşağı atılan cismin başlanğıc sürəti artırılırsa, təsəvvür edin ki, yuxarıdan 1 var 2 metr bölünsün saniyə sürəti ilə topu atasınız. Təsəvvür edin, məktəbin 2-ci mərtəbəsindəsiniz. Məktəbin 2-ci mərtəbəsindən topu təsəvvür edin, biraz yavaş atırsınız, o yerə daha gec çatar da, yəni ki. Bir də var, möhkəm tulluyursunuz, yəni daha sürətlə tulluyursunuz. Onda yəqin ki, daha tez çatar da yerə, düzdürmü? Yəni cismin uçuş müddətini siz azaltmış olursunuz. Yerə azaltmış oldunuz deyə yerə daha tez çatdı da, sürətli atdınız yerə. Deməli, cismin uçuş müddəti azalmalıdır onda burada. 2. Düz. Cismin uçuş müddəti dəyişmir, bu yanlışdır. Çünki cismi daha sürətlə atsan yerə doğru, daha tez yerə düşər. Uçuş müddəti azalar, bu doğrudur. Uçuş müddəti artır, bu yanlışdır. Cismin yer dəyişməsi dəyişmir, bu doğrudur. Niyə? Çünki əvvəl sürətli atanda da 2-ci mərtəbədən 1-ci mərtəbəyə atdın. Yavaş atanda da 2-ci mərtəbədən 1-ci mərtəbəyə atdın da. Orada dəyişən nə oldu? Yəni yerin eyni qədər dəyişdi da. 2-dən 1-ə düşdü yenə. Ona görə yer dəyişməsi dəyişmir. Yer dəyişməsi azalır, yanlış. Cismin yer dəyişməsi artır, yanlış. Düzgün variantlar 2-4 olur onda. Burada çox adam 3-4 götürmüşdü. Uçuş müddəti artır. Onu da T bərabər V0 bölünsün R düsturundan götürmüşdünüz. 100% bilirəm ki. Ancaq o cismi aşağıdan yuxarı atandadır. Yuxarıdan aşağı atanda yox. Yuxarıdan aşağı atanda o düstur düz gəlmir. Biraz da məntiqi biz işlətməlisiniz burada. Daha sonra uyğunluğu müəyyən edin. Cisim dayanıqlı tarazlıq halındadır. Dayanıqlı tarazlıq halı nə idi? Öz tarazlıq vəziyyətindən çıxartdıqda əvvəlki vəziyyətinə qayıtmalıydı da. Burada C bəndi bir, məsəl üçün, baxın, bu cismi bura gətirsəm, bura kimi dartıb buraxsam, əvvəlki vəziyyətinə qayıdar da, düzdürmü? İndi deyərsiniz ki, mən bu rəqsi hərəkət edir, bir bu tərəfə gəlir, bir bu tərəfə gəlir. Nə olsun ki, bura gələndən sonra təzədən öz əvvəlki vəziyyətinə qayıtmağa çalışır da.
Deməli, bir C bəndi düz gəlir, bir də D bəndi. Baxın, bu cismi bura gətirsəm, buradan sürüşüb yenə bura gələr, sonra bura, yenə rəqs hərəkət eləməyə başlayar, əgər sürtünmə qüvvəsini nəzərə almasa. C, D bura düz gələr. Dayanıqsız tarazlıq halı, yəni öz tarazlıq vəziyyətindən çıxartdıqdan sonra daha da uzaqlaşır. Öz əvvəlki vəziyyətini bərpa edə bilmir. Bir B düz gəlir, bir də Y düz gəlir. Və fərqsiz tarazlıq halı. Fərqsiz tarazlıq halda cismin potensial enerjisinin bütün nöqtələrdə eyni olduğu hal idi. Bu da bir dənə düz gələn A variantdır. Yəni 1C-də 2B-yə 3A. Gəldik situasiyalara. Situasiyalarda deyir ki, çox adam bunu yazmayıb. Bu arada xəbəriniz olsun. Fikir vermişəm. Bilmirəm day, bilməyib yazmamışsınız, başa düşməyib yazmamışsınız ya da gözünüzmü qorxub, amma çox rahatdır əslində. 8 kiloqram kütləli cismin üfüqi səthi üzrə hərəkət zamanı ona təsir edən sürtünmə qüvvəsinin qiymətini Newtonla hesablayın. Yəni burada ancaq sadəcə düsturdan istifadə edirsiniz. Bunu niyə yazmamışsınız yəni? F sürtünmə bərabərdir nəyə? Mu M J. Mu-nu verib sənə 0.4. Heç fikirləşməyə belə ehtiyac yoxdur da yəni. M-i verib 8, J-ni də verib 10. Nədir burada? Hə, 32 Newton. Başqa nə var burada? Daha sonra kütləsi 5 kiloqram olan cisim üfüqi səthi üzərində sükunətdədir. M bərabərdir 5 kiloqram. Dayaq tərəfindən sükunətdədirsə də V də bərabərdir 0. Bunu da qeyd edin, birdən lazım olar. Dayaq tərəfindən cismə təsir edən reaksiya qüvvəsinin qiymətini hesablayın. J də 10'dur. Burada bir dənə 5 kiloqram kütləli cisim qoymuşam. Buna təsir edən ağırlıq qüvvəsi bilirəm ki, F bərabərdir mJ'dir, düzdürmü? İndi bu cisim sükunətdədirsə, nə yuxarı hərəkət eləmir, nə aşağı hərəkət eləmir. Deməli, yuxarı reaksiya qüvvəsi də həmişə səthdən yuxarı doğru yönəlir. Səthin reaksiyası da bu səthin göstərdiyi reaksiyadır. O da yuxarı təsir edən qüvvələr, onda hərəkət eləmirsə, nə yuxarı, nə aşağı, aşağı təsir edən qüvvəyə bərabər olmalıdır. Yəni, elə reaksiya qüvvəsinin özü də ağırlıq qüvvəsinə bərabər olub mJ olmalıdır. O da M-i sənə verib 5 kiloqram, J-ni də verib 10, bərabərdir 50 Newton olar. Deməli, reaksiya qüvvəsi 50 Newton imiş. Burada da çətin bir şey yox idi, çox işləmişik bu məsələlərdən. Daha sonra maddi nöqtəyə tətbiq olunmuş 9 Newton və 17 Newton qüvvələrin əvəzləyicisinin ən böyük və ən kiçik qiymətlərinin cəmi neçə olacaq? Əvəzləyici qüvvə bilirik ki, bu cisimlərə təsir edən əvəzləyici qüvvənin ən böyük olması üçün həm F1 qüvvəsi, həm də F2 qüvvəsi eyni istiqamətdə olmalıdır. Eyni istiqamətdə olduqda əvəzləyici qüvvə F1 üstəgəlsin F2 cəminə bərabər olur. Yəni 9 üstəgəlsin 17-nin cəminə. O da mənə verər 26-nı. Bir də bu cismə təsir edən əvəzləyici qüvvələr əks istiqamətdə yönəlmiş ola bilər. Müəyyən bucaq altında da yönəlmiş ola bilər, əlbəttə ki. Amma bizdən ən kiçiyini soruşduğuna görə əks istiqamətdə yönələn qüvvələri götürərik. Onda da əvəzləyici qüvvəni tapmaq üçün böyük qüvvədən kiçik qüvvəni çıxmalıyıq. Yəni 17-dən 9-u çıxmalıyıq. O da mənə verər elə 8-i. Mənə də deyir ki, ən böyük və ən kiçik qiymətlərin cəmi neçə olar? Yəni 26 üstəgəlsin 8 bərabərdir 34-ü verir. Bu qədər. İnşallah daha çox təkrar edin, diqqətli olun. Sağ olun, gecəniz xeyir.